Avropadan hər kəsə salamlar. 21 may 2025-ci il. Bu shortsdur, 3 dəqiqəlik tez danışacağım. Bu mənim velosipedimdir. Bosch, Almanın özdə elektrik. 2200-ə 2022-ci ildə iş yoldaşlarım mənə ad günümə hədiyyə almışdılar. Bu da mənim velosipedimdir. Bunu uşaqlarımı məktəbə aparıram. 3 uşağım var. Bütün arzusunda olanlara Allah nəsib eləsin. 350 kiloya qədər yük götürür. Sadəcə bugün hava yağışlı olduğuna görə mən işə maşınla gedəcəm. Avtomobillə və sizə mənim işimi göstərəcəm. Mən Avropada könüllülərdə işləyirəm. Burada da yağışdan qorunmaq üçün normalda sideni var mən, amma paket keçirmişəm. Belə. Da uşaqlarımın velosipedləridir. Dostlar, bu iki velosipedin qiyməti 5600 avro eləyir. Bu biraz bahalıdır bu bursu. Siz bizim məhəlləmizə baxın, çəpərlərə baxın. Heç kim qorxmur ki, kimsə atlanıb bunun həyətinə, oğurluğa girər. Biz öyrəşmişik ki, çəpərlər 3 metr olmalıdır. Darvazalar, varatalar aşağısı 2 metrə. Yox, belə bir şey yoxdur burada. Çəpərlərə. Bu varlılığın, bu azadlığın əlamətidir. Dostlar, mənim belə bir avtomobilim var. Allah hər kəsə nəsib eləsin. Yağışlı olduğuna görə bununla gedəcəm işə. 7 nəfərlik Fransa istehsalı Citroen Grand Picasso'dur. Bəli dostlar, mənim bugünkü işim könüllülərdə işlədiyimə görə yaşlı bir, əməkli bir, pensioner bir insanın bizim işə gələ bilməmədiyi üçün mən onun produktunu evinə aparıb verəcəm. Bizim işdə fərqi yoxdur, fransızsan, almansan, avropalısan, hindistanlısan. Əgər gəlirin azdırsa, dövlət sənə pul verir, evində az yatmamaq üçün və produkt verir. Hər həftə biz produkt veririk insanlara. Bunu da mən sizə göstərəcəm sonunda hansı produktları verirlər. Niyyətimiz odur ki, bir insanın həftəlik yiyəcəyin tam şəkildə vermək ki, bu insanın əhval-ruhiyyəsi yaxşı olsun və ömrü uzansın. Ac insanın heç vaxt əhval-ruhiyyəsi yaxşı olmur. Ac insan heç vaxt sağlam düşüncədə hərəkət eləyə bilmir. Meydançalarıdır, xalq üçün, insanlar üçün qapıları 24 saat açıqdır. Dostlar, mən bu qadından xahiş elədim ki, imkan ver çəkim. Çox uzun müddətdən sonra, danışıqdan sonra icazə verdi. Çörəklərdir, qatıqlardır, pişmə, toyuq, 1 kilo ət, salatlar, göbələk, gilas, kart.